Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecma'in amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Namaz qılıb və qıldığı namazın mənasını bilməyən insanların namazı doğrudurmu, səhihdirmi? Bu, dəyərli dinləyiciləri düşündürdüyünə görə və bu barədə verilən suallara cavab olaraq burada iki pəncərə açılacaq. Bir, namazın hökmü, yəni belə bir namaz səhihdir, yoxsa batildir. İkinci isə nəsihət xarakterli bir sözlər deyiləcək. Birinci, hələ namazın hökmünə baxaq. Bir müsəlman namaz qılır, yəni Ərəbcə sözləri deyir, Elhamdülillahi Rabbil alemin və bütün digər sözləri, ayələri, amma nə dediyini bilmir. Namazı səhihdirmi? Cavab bəli, namaz səhihdir. Bu icma ilə bütün elm insanları bu fikri dəstəkləyirlər ki, təbiidir ki, əcnəbilərdən söhbət gedir. Yəni, Ərəb əlbəttə ki, bilir. Ərəb olmayan bütün xalqlara aiddir. Mənasını bilmədiyinə görə o namaz səhih sayılır. Çünki namazı batil edən əməllər sırasında mənanı bilmək sözü keçmir. İki şərt vardır namazı batil edən. Bir, haram əməl edilməsin, yəni namaz içində haram iş görülməsin. Biz niyyət etdikdən sonra Allahu Ekber kəliməsini deyirik. Onun adı təkbirətül ihram. Haram edən təkbir deməkdir. Yəni, namaza daxil olduqdan sonra haramdır yemək, içmək, namazdan kənar danışıq, gülmək, qiblədən bilərəkdən çönmək, bütün bunlar namazda haramdır. Namaza daxil oldunsa ağzın təmiz olmalı, yoxsa ağızda bir barbaris və yaxud da ki, nə var, onu sovuraraq, bəzi insanlar xəstədir, dərman atır ağzına, onu əriyə, bu da onu sovura namaz qılır. Yəni, bunlar hamısı haramdır, namazı batil edir. Deməli, bu haramları etməyibsə. İki, namazda vacib olan bir əməli bilərəkdən tərk etməyibsə. Misal üçün, rukunu, səcdəni, fatihəni, yəni namazın vaciblərini tərk etməyibsə, deməli, namazı səhihdir. Mənanı bilmək bunların içində keçmir. Deməli, namazın ərəbcə dediyinin mənasını bilməyən insanların namazı səhihdir. Gəldik məsələnin ikinci aspektinə, ikinci pəncərədən məsələyə yaxınlaşaq. Mənanı bilməyin namaz qılana üstünlüyü varmı? Cavab bəli. Burada mövzu dəyişir. Dəyərli müsəlmanlar, qıldığı namazın mənasını bilənlə bilməyənin arasında yer-göy qədər bəlkə də fərq vardır, üstünlük fərqi. Çünki əvvələn namazın mənasını bilmək qeyri-mümkün iş deyil. Ərəbcədir və bütün dillərə tərcüməsi vardır və qısa sözdür, lakonik kəlmələrdir. 7 kəlmədən ibarətdir Fatihə, 4-5 ayədir kiçik surələr, rukuda, səcdədə eyni sözü deyirsən. Yəni, 10-15 kəlmənin mənasını öyrənmək illərlə namaz qılana bu qədər mi ağırdır? Əgər ağırdırsa, həmin adam bilsin, gör nəyi itirir. Əvvələn Allah Qur'an-ı Kərimdə Əz-Zumar surəsi 9-cu ayədə buyurur. Əuzu billahi minəşşeytanirracim. Qul həl yəstəvillezine ya'lemune vellezine la ya'lemun. De o insanlara, bilənlərlə bilməyənlər Allah yanında eyni deyirlər. Deməli, dəyərli insan, sən bilginən ki, namazının mənasını bilsən,
Allahın yanında sənin dəyərin yüksəlir. Niyə görəsən biz bunu bilməyək? Niyə bəzi ifadələri İngilis və Rus dillərində və başqa dillərdə olan sözləri rahat öyrənirik ki, məişətdə bizə lazımdır deyə? Niyə Allahın yanında hörmət sahibi olmaq üçün, daha üstün dərəcə qazanmaq üçün, niyə bu 10-15 kəlməni öyrənməyək ki? Hətta belə bir insan ola bilməz ki, onun şuuru o qədər zəifdir ki, o bunu öyrənə bilmir. Sənə kim deyir ki, Fatihə surəsinin qrammatik tərcüməsini öyrən? Sən onun ən sadə, primitiv usulla təriflər olsun aləmlərin Rabbi Allaha, Rahman və Rahim olana, qiyamət gününün tək sahibinə, yalnız sənə dua edir və yalnız səndən yardım istəyirik. Bizi doğru yola yönəlt, azğınların yoluna deyil. Budurmu çətin? Namaz elə budur. Fatihə bitdi, ondan sonra İxlas kiçik sözlərdir, de o Allah təkdir, heç bir şeyə ehtiyacı yoxdur, doğmayıb və doğulmayıb. Ona bənzər heç bir şey yoxdur. Buna mı biz deyirik? Mən bunun mənasını bilmirəm. Namazım səhihdir. İnsan necə bu sözü deyər? İnsan necə bunu cürət edir? İllərcə bunu necə öyrənməz insan? Bəli, hökmü deyildi. Bunu bilməyənin namazı səhihdir. Amma dərəcən aşağı olur. Ey Allahın qulu! Quran bizə mesajdır. Namazda bizə mesaj var, mesaj. Təsəvvür edirsən, sənin sevdiyin biri sənə mesaj yazıb, sən o mesajı başa düşmürsən. Nə edərsən? Mən inanıram ki, nə yatarsan, nə də yemək yeyərsən. Onu tərcümə elətdirməmiş, qürbətdən sənin övladın sənə mesaj yazsa, ya da ki, ailəndən biri, çox sevdiyin birisi sənə mesaj yazsa, sən də onun üçün darıxırsan. Onun mesajını tərcümə elətdirməmiş, nə gözünə yuxu gedər, nə boğazından su keçər. Niyə? Çünki hələ bir görüm övladım mənə nə yazıb. Bəlkə uşağın vəziyyəti gərgindir. Bəlkə övladım mənə bir şad xəbər verir. Bəlkə gəlir, yoldadır deyirsən və tərcüməni öyrənirsən. Bəs Allahın bizə dediyi bu gözəl sözləri sizi bağışlayacağam, sizi gözəl şəkildə qarşılayacağam, dostlarımı nura salacağam, onlar məndən razı qalacaqlar. Bu sözlərin nəyə tərcüməsini biz bilməyək ki? Niyə bilməyək ki? Ona görə dəyərli müsəlman, unutma, Rabbimiz bizə mesaj göndərəndə ən birinci bu sözü göndərmişdi. İqra, bismi rabbikəl-ləzi xalaq. Oxu, yaradan Allahın adıyla oxu. Allah bizə oxu dedi. Niyə oxumuruq ki? Kim bizə deyir ki, ərəb dilini öyrən, kim bizə deyir ki, təfsir öyrən, fiqhi öyrən. Demirəm, bunu öyrənmək olmaz. Yəni, məcbur olan bu deyil də. Məcbur olan namazımızın tərcüməsini bilək. Quran oxuyanda, Qurandan 4-5 vərəq oxudun, yavaş-yavaş bir vərəqdə tərcümədən oxu. Və yaxud da ki, paralel oxu, Quran oxu, sonra tərcüməsini oxu. Allahın mesajlarının mənasını anlayaq, dəyərli insanlar. Bəli, həmən namaz səhihdir, tərcüməsi bilinməyən namaz, amma həmən namaz qılanla tərcüməsini bilib də ixlas ilə namaz qılanın üstünlük fərqi vardır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.